bir yerdə iştirak edirəm. Bu gözəl düşərgədə, istirahətdə tam olaraq bu gündəlik xaos həyatımızdan, qaça-qaçlardan, günün gərgin qayğılarından bizi alıb gətirdilər bax bu gözəlliklərlə dolu Nabrana və nə gözəl ki bunu etdilər. Razısan məndən yəqin. Tamamilə razıyam. İlk növbədə mən də Həmkarlar İttifaqına çox böyük təşəkkürümü bildirirəm. Çünki Novruz bayramı ərəfəsində insanların vaxtlarını asudə keçirməyə ehtiyacı var idi və o qədər yüksək səviyyədə təşkil ediblər ki, düşünürəm bu onlarda alındı. Yüksək səviyyədə. O vaxtın doğrudan da səmərəli keçirilməyi üçün intellektual oyunların, görüşlərin keçirilməyi, ümumiyyətlə hətta qidaya da toxunaq. Çox yüksək səviyyədə qida məsələlərinə riayət ediblər, fikir veriblər, düşündüyümüzdən də artıq. Yəni elə giyirik ki, axşama acmırıq. Sadəcə olaraq zamanımızdır gəlməliyik. Və mən sizə söyləyeyim, bu intensiv yağışlar ki, burada yağdı, zərrə qədər də mane olmadı bu istirahətə. Mən insanlarla ünsiyyətdəyəm, hər kəs yaxınlaşır, söhbət edirik, hamı zövq alır. Bilirsinizmi, yağışların yağmasından belə zövq alırıq, təbiətin bu oyanışından zövq alırıq, beynimiz, ruhumuz dincəlir. Hətta mən bayaq söhbətimiz əsnasında söylədim ki, bir kitab gətirmişəm özümdən oxumağa, onu mən bir günə, 2 günə tamamlayıram artıq. Belə bir şey olmamışdı. Yəni çox böyük və dərin təşəkkür. Ruhumuzu, beynimizi, düşüncələrimizi, dünyamızı bu dərəcədə rahat bir istirahətlə təmin etdiyinə görə sizə sonsuz təşəkkürümü bildirirəm.